Sınıq oturacaqlar, sızan tavan və tez-tez baş verən texniki nasazlıqlar. Söhbət 20 yanvar metro stansiyasından Üzüm Ehtiyabad qəsəbəsinə gedən 114A və 114B nömrəli avtobuslardan gedir. Sakinlər deyirlər ki, avtobuslar tez-tez yolda qalır. Nəticədə onlar həm vaxt itirir, həm də alternativ nəqliyyat vasitəsi tapmaqda çətinlik çəkirlər. 2 gündən bir hamısı yollarda xarab olur, dayanır. Bu cəmaət hamısı əziyyət çəkir, yəni marşrut sahəsindən əziyyət çəkir. Ara məsafəsi çoxdur, yarım saatdan bir gəlir. Belə də maşınların hamısı köhnə maşınlarda xarab olur. Gediş-gəliş yaxşıdır, amma çox xarab olur, yollarda qalır. İnsanlar əziyyət çəkə-çəkə gedir, gəlir. Problem komfort məsələsi deyil, təhlükəsizlik baxımından da risklər var. Çünki avtobuslar bəzən hərəkət zamanı nasazlıq səbəbindən yolda dayanır. Qışda soyuq, yayda isə havasızlıq, həmçinin sanitar vəziyyətin ürəkaçan olmaması sərnişinlərə narahatlıq yaradır. Köhnə avtobusda kondisyoner yox, oturacaqlar rahat deyil, başına zəifdir. 114 nömrəli marşrut xətti çox zəifdir. Məsələn, yağışlı havada çox gec gəlir, sıxlıq yaranır, həm də ki 2-3 dəfə də yolda qalmışıq. Sərnişinlərin problemi ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirdilər ki, 114A və 114B nömrəli müntəzəm marşrutun daşıyıcısına sərnişin daşıma normalarına riayət edilməsi və avtobus parkının yenilənməsi ilə bağlı tapşırıqlar verilib. Hazırda Bakı şəhərinin inzibati ərazisində nöqsanlar baş verən bütün müntəzəm marşrutlarda avtobusların yenilənməsi istiqamətində müvafiq işlər həyata keçirilir. Görülən işlər çərçivəsində 114A, 114B nömrəli müntəzəm marşrutlar da müsabiqəyə çıxarılaraq avtobusların yeniləri ilə əvəz edilməsi təmin ediləcək.